Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu günləri keçirilən sertifikasiya sınağının izahını verəcəm. Baxaq, birinci sualdan başlayırıq. Ali bitkilərdə yarpaqların müxtəlif formalı olmasını hansı elm sahəsi öyrənir? Sadəcə burada bizə nə deyir? Xarici quruluş haqqında dediyi üçün, deməli, bunu öyrənən elm sahəsində olmuş olur müəllimlər. Deməli, götürür ki, burada morfologiya. Cavab olacaq nə? B variantı. Sonra növbəti suala baxırıq. Yarpaqların hazırladığı üzüm maddələr kökə doğru gövdənin hansı hissəsi ilə axır? Kökə doğru gövdənin hansı hissəsi ilə axır deyəndə artıq biz burada nəyi götürəcəyik müəllimlər? Fleomanı götürmüş olacaq ki, deməli həmin üzüm maddələr fleoma ilə neynəyər? Deməli axdığını qeyd eləmiş oluruq. Cavab da bunlar orada C variantı. Hansı heyvanların xarici skeleti yoxdur? Deməli, baxırıq ki, bu mayaqlarda ümumiyyətlə xarici skeleti var. Sonra foraminiferlər, bəli, bunlarda da var. Sonra başı xordallar. Başı xordallar hara aid artıq müəllimlər? Deməli, xordallara aid olduğuna görə bunlarda daxili skeletdir. Ona görə cavabımız olacaq nə? C variantı. Xərçəng kimlərdə də var? Həşəratlarda da var. Bunlar da doğru fikir deyil. Cavabımız olacaq nə? C variantı. Hansı aləmin nümayəndələrində çox hüceyrəliyə təsadüf olunmur? Məlum məsələdir ki, bu bakteriyalar aləmidir ki, bunlarda yalnız və yalnız bir hüceyrəli olur bunların nümayəndələri. Daha sonra baxırıq. Şagirdlər təcrübə üçün şüşə qaba, bitki və əhəngli su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşdurlar. Müəyyən vaxt keçdikdən sonra əhəngli suyun bulandığını aydın neyniblər? Suyun bulandığı aydın olmuşdur. Bu zaman onların öyrəndikləri proses və istifadə etdikləri tədqiqat üsulları müəyyən edilir. Deməli, burada məlum məsələdir ki, deməli, qaranlıq yerə qoyublarsa, burada fotosintez prosesindən belə söhbət gedə bilməz. Ona görə fotosintez getdi. Baxırıq ki, yəni burada fotosintez yox, tənəffüsdən proses getmiş olacaq. Yəni tənəffüs haqqında getdiyini qeyd eləmiş oluruq və tənəffüs varsa artıq nə edəcək? Onu müşahidə edib eksperiment aparacaqlar ki, onda cavabımız olar nə? A variantı. Bu 6-cı sinif kitabında da verilib. Mən ümumiyyətlə sizə bitkilərdə keçəndə qeyd eləmişdim ki, müşahidə eksperiment üsulu da var. Yəni düşürmə ehtimalı demişdim ki, düşür bunlar haqqında ümumi. Sonra baxırsınız. Uyğunluğu müəyyən edin növbəti sualda. Nə deyir bizə? Tropizm, taksis və refleks verilib bizə. Gəlin baxaq, uyğunluğu müəyyən edək. Deməli, tropizm, taksis, bir də refleks verilib bizə. İndi ilkin öncə buradan baxırıq ki, deməli, tropizm, taksis və refleks verilib bizə. Baxırıq ki, xarici qıcığa qarşı bir hüceyrəli nə deyir bizə? Heyvanın yer dəyişməsi. Deməli, xarici qıcığa qarşı bir hüceyrəli heyvanın yer dəyişməsi deyirsə bizə, biz bunu aid edirik hara? Deməli, taksisə aid eləmiş oluruq. Deməli, olacaq 2-yə A. Daha sonra B-yə gəlirik. Xarici təsirlərə qarşı orqanizmin istiqamətlənmiş yer dəyişməsi artıq bu olacaq müəllimlərinə. Bu da olacaq taksis. Sonra xarici amillərə qarşı bitkilərin müəyyən hissəsinin yer dəyişməsi. Müəyyən hissəsinin yer dəyişməsidirsə artıq məlum məsələdir ki, bu tropizmdir. Aid edirəm bunu tropizmə. Və çox hüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası artıq burada nə var? Artıq məsələn çox hüceyrəli heyvanlarda qıcığa qarşı cavab reaksiyası sinir hüceyrələrindən söhbət getmiş olur. Deməli, bu aiddir hara? Refleksə aid etmiş oluruq. Deməli, 1-ə C, 2-yə AB, 3-ə D. Hansı variant olacaq? Deməli, olacaq A variantı. Növbəti suala baxırıq. 35 timinli nukleotiddən malik DNT molekulasının reduplikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekularda cəmi neçə adenin nukleotidi iştirak etmişdir? Baxın, buradan 35 timin deyirsə, 35 dənə timin. Düzdürmü? Onda digər zəncirdə də 35 dənə nə olacaq? Adenin olacaq. Replikasiya baş verəndə deməli ikiləşmə baş verdi. İkiləşmə baş verdi, düzdürmü? Burada da eyni ilə 35 dənə nə olacaq? Timin, 35 dənə də olacaq adenin.
Eyni ilə burada da 35 timin 35 dənə də adenin olduğuna görə burada 35 burada, 35 dənə də burada deyir. Bizə adenin ümumi cəmi soruşur. 35 35 o da eləcək ümumi 70. Cavab olacaq B variantı. Gəlirik 8-ci suala. Hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərin minimum sayının cəmi 60'dır deyir bizə. İndi baxaq. Deməli, hüceyrənin meyoz bölünməsi zamanı sona qədər davam edən proseslərdə xromosomlara birləşən bölünmə vətərlərin minimum sayı 60 verirsə, ümumiyyətlə biz bilirik ki, meyoz 2 dənə bölünmədən ibarətdir. Birinci bölünmədə hər bir hüceyrəyə bir dənə bölünmə vətəri birləşmiş olur. Düzdürmü? Orada da ümumi şəkildə xromosom dəsti nə qədərdir? 2n olduğu üçün, deməli, hər bir hüceyrədə deməli, bir hüceyrəni vururuq 2-nə. Deməli, 2n buradadır. Hələn birinci bölünmədən söhbət gedir. Sonra ikinci bölünməyə gələndə artıq nə edəcək? Artıq meyoz bölünmənin əhəmiyyəti ondan ibarət ki, artıq orada azalma baş verəcək. Yəni, xromosom dəsti N2C olmuş olur. Düzdürmü? N2C. N2C. Ona görə də burada da hər bir N-ə 2 dənə bölünmə vətəri düşəcək. Hər bir N-ə nə qədər? 2 bölünmə vətəri birləşdiyinə görə, deməli, onda 2n-min üzərinə yenə də 2n plus 2n gələrəm. Çünki nəyə görə bunu elə gələrəm? N2C-dir. 2 dənə N2C-im var. Ona da görə də 6n bərabərdir 60'a. N-im də bərabər olur nəyə? 10'a. Bizə də deyir ki, bu diploid orqanizmin somatik hüceyrələrin xromosom yığımı neçə olmuşdur? Somatik dediyi üçün hər iki tərəfi nə edirəm? 2'yə vururam. 2n bərabər olur neçəyə? 20'yə. Cavab olacaq nə? Onda A variant. Növbəti suala baxırıq. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, bu minimum neçə blastomerin olduğunu nə deyir? Olduğu mərhələdə yarana bilər. Baxırıq ki, deməli, burada baxırıq ki, eyni yumurta əkizlərinin sayı 3 olarsa, bu minimum neçə blastomer olduğunu mərhələdə yarana bilər. Əvvəlcə diqqət elədiyimiz məqam odur ki, biz nə deyirdik? Birinci, zigot bölünür. Zigot bölünəndən sonra 2 dənə yenə blastomer əmələ gəlir. Bu həmin blastomerdə bölünəndən sonra neçəsi əmələ gəlir? 4 əmələ gəlir. 4 əmələ gəldiyinə görə, məsələn, eyni yumurta əkizlərinin sayı 3 olarsa, elə bu 3 dənə də deməli, nəyin içərisinə gitmiş olur? Elə bu ümumi şəkildə 4 dənə blastomerin içərisində getmiş olur ki, onda cavabı nə götürərik müəllimlər? Deməli, onda cavabımız olacaq C variantı. Növbəti sual, 10-cu suala baxırıq. Deməli, bu ümumi şəkildə bu dərsliyimizdə də var bu şəkil. Burada verilən, baxan da birinci. Deməli, ümumi qarışıq qana rast gəlinirsə, qarışıq qan varsa, deməli, bu nə olacaq? Bu sürünən ola bilər. Sonra ikinci baxırsınız buradan ümumi ikinci deməli sağa doğru meyl eləyibsə, şəkildən də görünür. Bu olacaq nə? Quşlar. Üçüncü də məlum məsələdir ki, sola doğru meyl varsa, bu olacaq nə? Məməlilər. Məməli. Deməli, 2 timsah, xeyr, bu yanlışdır. 2 insan, xeyr, quşlara aiddir. 1 göyərçin, xeyr, göyərçin sürünənlər sirrinə aid deyil. 3 şimpanzi, məməliyə aiddir. Bəli, onda cavabımız olar nə? Deməli, D variantı. Epifizin hazırladığı hormonun hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcıllığını müəyyən edin. Burada da deməli, əvvəlcə hormon, yəni bu həmin vəzi hormon hazırladı. Hazırlayandan sonra deməli venaya getməz. Ümumiyyətlə vena olanları çıxdaş eləyirik. İlkin öncə gələcək kaplyarlara. Kaplyardan sonra keçəcək venaya. Ona görə aorta da getdi. Arteriya da getdi. Venadan sonra saq qulağcıq.
sağ qulaqcıqdan sonra sağ mədəcik, sağ mədəcikdən sonra ağciyərə gəlməmişdən öncə sağ mədəcikdə hara gidirik? Ağciyər kötüyü, ağciyər kötüyündən sonra ağciyər, ağciyərdən sonra deməli ağciyər venalarına necə o biz dedik ya sol ağciyər venaları, sağ ağciyər venaları ümumi. Deməli ümumi ağciyər venalarından çıxdı, gəldi hara? Gəldi sol qulaqcığa, sol qulaqcıqdan sol mədəcik, oradan da hara gedəcək? Böyük qan dövranına getmiş olacaq ki, onda cavabımız olar A variantı. İnsan orqanizmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? Deməli, böyrək. Xeyr, böyrək məsələn götürməliyik, çünki bu orada qarın boşluğu və ya çanaq boşluğunu götürərik. Böyrək özü deməli hardadır? Qarın boşluğundadır. Toxumluq. Xeyr, götürməliyik. Dil, bəli, dil ümumi şəkildə nəyə aid etmiş oluruq? Həzm sisteminin orqanlarına aid etdiyimiz üçün deməli bunu götürə bilərik ki, cavabımız olar C variantı. Yumurtalıqdır. Xeyr, ağciyərdə deməli döş boşluğunda yerləşmiş olur. Cavabımız olacaq burada nə? Dil. Sonra çiyin qurşağı sümüklərinin sayı ən çox olan, burada da məlum məsələdir ki, bu qurbağadır. Yəni qurbağada nədir? Nə deyirik? Döş deyirik. Döş sümüyü. Sonra 2 qarğa, 2 körpücük, 2 dənə qarğa. Ümumi neçə dənə? 7 dənə sümük demiş oluruq ki, onda cavabımız olar burada B variantı. Protozoozlara aiddir. Protozoz nədir? Bir hüceyrəlinin törətdiyi xəstəliklərdir. Bir hüceyrəli də burada hansıdır? Liamblia qeyd eləmiş oluruq. Sonra hansı orqanizmlərdə digər canlılarda rast gəlməyən qidalanma tipinə rast gəlinir? Ümumiyyətlə, ən çox qidalanma tipinə rast gəlinən hansı olacaq müəllimlər? Yeganə aləm ki, bakteriyalar aləmidir. Yəni, ən çox qidalanma tipinə rast gəlinən deməli, bakteriyalar aləmidir. Bakteriyalarda da həm də xemosintez edici qidalanma tipi olduğuna görə onda cavabımız olacaq nə? B variantı. Hansı orqanlar sisteminə aid olan deməli, sisteminə aid olana qarın boşluğunda təsadüf olunmur. Baxaq ki, deməli, qarın boşluğunda təsadüf olunmur. Qan damar sisteminə deməli, olar. Bu getdi. Sonra həzm sistemi qarın boşluğunda təsadüf olunur. Getdi. İfraza sistemi olar, sinir sistemi olar, amma tənəffüs sistemidir ki, o döş boşluğunda olur ki, bu olmaz. Cavabımız olar A variantı. Sonra ürəyin 1 saniyəlik sikl şəraitində əgər 512 tənəffüs hərəkəti baş vermişsə, qulaqcıqların sistə olasına nə qədər vaxt sərf olunmuşdur? Buradan baxırıq. Deməli, ürəyin 1 saniyəlik sikl şəraitində əgər 512 tənəffüs hərəkəti 1 dəqiqədə ümumi 16 tənəffüs hərəkəti baş verirsə, 512-ni mən bölərəm 16-ya. Düşəcək nə qədər? Düşdü 32. 32 dəqiqə. Düzdürmü? 32 dəqiqə. Amma bizə də deyir ki, qulaqcıqların sistə olasına nə qədər vaxt sərf olunmuşdur? İndi buradan baxırıq. 0,8-də 0,1 saniyə vaxt sərf olunursa, bəs bizə verilən 1 saniyəlik siklda nə qədər olar? X olar. Onda x-im nəyə bərabər olar? X-im bərabər olacaq buradan. Deməli, böləndə nə qədər qalır? Deməli, düşəcək 0,125. Düzdürmü? İndi bu düşdü nə qədər? 0,125. Ona görə də indi bizə verilən rəqəm nədir? 32 dəqiqə. Düzdürmü? Deməli, bir sikldə də 0,125 deməli nə olarsa 0,125 saniyə olarsa, bəs 32 dəqiqədə nə qədər olar? O da x-a bərabərdir. X-i də vuranda 32-dən 32-ni 0,125-ə o da eləyəcək neçə? 4 dəqiqə etmiş olar. Bu sadəcə bir uzun yoludur. Belə də eləyə bilərsiniz. Bu da normal yollardan biridir. Amma başqa cür də eləyəndə 0,8-də 0,1 olarsa 32-də də x olar. Belə də gedə bilərsiniz. X-im də buradan bərabər olacaq elə 4-ə bərabər olmuş olar. Yəni bunun 2 yolu var ki, mən 2 yolunda izah verdim. İndi hansı yol sizə uyğundursa o cür istifadə edin.
Sonra növbəti sual. Parasimpatik sinirlər artırır. Parasimpatik sinirlər bizə məlum məsələdir ki, ümumi şəkildə həzm sisteminin deməli işini nə etmiş olar müəllimlər? Artırmış olar. Yəni simpatikə nisbətən bu tərsinə iş görür. Ona görə də qan təzyiqini artırmaz, qan axma sürətini xeyr, skelet əzələlərini xeyr, qanda şəkərin miqdarı xeyr, həzm şirələrinin ifrazını nə etmiş olur? Artırmış olur. Cavab olacaq Y variantı. Boğmaqlara aid hansı fikir səhvdir? Deməli bunlarda nə deyirik? Qan toxuma mayesi ilə qarışır. Bəli, bu qarışır. Çünki bunlarda açıq qan damar sistemidir. Bu getdi. Zəhər vəzlərinə malik nümayəndələri var. Deməli, nə deyirik? Zəhər vəzlərinə malik nümayəndələri var. Bəli, bu da getdi. İfrazat orqanlar başda yerləşə bilməz. Niyə yerləşməsin ki? Məsələn, tutaq ki, çay xərçəngində yerləşə bilər. Onda cavabımız olacaq C variantı. Növbəti suala baxaq. Əgər canlılarda tumurcuqlama yolu ilə çoxalma baş verirsə, onda bu canlılar, deməli, tumurcuqlama yolu ilə çoxalan məsələn nəyə götürə bilərsiniz? Deməli, aləmlər içərisindən götürə bilərik ki, məsələn, heyvanlar aləmindən nəyə götürə bilərik? Tutaq götürək ki, bağırsaq boşluqları götürə bilərik hidrada. Sonra bir də götürə bilərik, göbələkləri də götürə bilərik ki, tumurcuqlanma yoluna, məsələn, maya göbələyini götürə bilərik. Ona görə də baxırıq. Deməli, bir hüceyrəli heyvan və çox hüceyrəli göbələk, xeyr. Deməli, bir hüceyrəli göbələk və çox hüceyrəli heyvan, bəli, bu ola bilər. Cavabımız olar B variantı. Sonra növbəti suala baxırıq. Canlılardan neçəsində hərəkət orqanı var? Orqanoid demir ha müəllimlər bizə. Hərəkət orqanı var. Yəni, bu cümlə ilə bizi çaşdıra bilər. Orqanoid deyəndə ki, başqa fikrə gedirdi. Deməli, hərəkət orqanı var deyəndə, bəli, qaranquşda olar. Sonra yarasada, deməli, hərəkət orqanı. Deməli, yarasada da götürərəm. Burada da, bəli, yaşıl evqlena. Yaşıl evqlena artıq qamçı var. Bu nədir? Orqanoiddir. Bu getdi. Xlamidonada qamçı, orqanoid getdi. Sonra kələm kəpənəyi. Kələm kəpənəyində deməli hərəkət orqanı, bəli, götürürük bunu da. Koramalda xeyr, yoxdur. Ördək burunda da bəli götürə bilərik hərəkət orqanı. Onda cavabımız olar 1, 2, 5, 7. Deməli bizə ümumi sayla verdiyinə görə neçəsində deyir. Onda olacaq 4 dənəsində cavabımız olar. Deməli A variantı. Hansı xromosom mutasiyası deyil? 10 sinif dərsliyində də var. Sahənin qeyri-homoloji xromosomlarda yerdəşməsi. Bu çıxdaş edildi. Xromosom sahəsinin işləşməsi. Bu da var. Xromosom sahəsinin çatışmazlığı. Bu da var. Xromosom sahəsinin 180 dərəcə çevrilməsi. Bu da getdi. Xromosom sahəsinin azalması. Xeyr. Bu artıq xromosom mutasiyasına aid deyil. Cavabımız olar deməli Y variantı. Verilmiş variasiya sırasında əlamətlərin orta qiyməti neçədir? Baxırıq. Bu ümumi mən dərsi keçəndə də müəllimlər sizə, deməli bunu da sizə qeyd eləmişdim. Deməli ədədin orta qiymətini ümumi taparkən nə edirdik? Baxın, ümumi sayı toplayırdıq. Bu hissəni toplayırsınız ümumi hamısını. Toplayanda ümumi eləcək 100. Deməli, bunlardan da artıq nə, məsələn, tutaq ki, 3 kəpənəyin, deməli, 3-ünün 3 santimetrdən götürürük. Düzdürmü? Onda vururduq 3-3-ə 9. Üzərinə, deməli, 7 4-üm 28. Sonra 15 dənəsi nə olmuş oldu müəllimlər burada? 5 santimetr tutaq ki, 15-i vurdunuz 5-ə. Üzərinə gəldim 75. Sonra 25-i 6-ya 150. Sonra 23-ü 7-yə vuranda neçə ilə 7, 140, 161. Sonra üzərinə nəyə gəlirik? Deməli 13-ü 8-ə vurduqda neçə eləyəcək? 104. 104. Sonra digərlərində 9 9-um 81. Üzərinə gəldim 81. Sonra ən sonuncu 5-i də vurdum ona 50. Üzərinə də gəldim 50. Deməli ümumi yuxarını toplayanda deməli nə eləyəcək müəllimlər? 600 bərabərdir. Neçə eləyir? 658
8 etmiş olur ki, onu da 100-ə böləndə eləcə 6 tam 100-ə 58 cavabımız olar C variantı. Deməli, mitoz bölünmə nəticəsində yaranır. 24-cü sualda qıcının qametləri, bəli, qıcının qametləri mitoz bölünmə sayəsində əmələ gəlmiş olur. Deməli, biri götürərəm. Quş mamırının sporları. Sporlar artıq nə edəcək? Deməli, sporlar deməli nə deyirik? Meyoz bölünmə nəticəsində əmələ gəlir. 2 getdi. Qatır quyruğunun yarpaq hüceyrəsi. Yarpaq hüceyrəsi deməli nə deyəcək? Bəli, bu da mitoz bölünmə sayəsində əmələ gəlmiş olur. Planların sporları meyoz. Spagnumun sporları. Bu da olacaq nə? Deməli, bu da olacaq spagnumun sporları. Deməli, spagnumun sporları da meyoz sayəsində. Quş mamırının ayaqcıq hüceyrələri. Çünki məsələn qutucuq özü diploiddir. Ayaqcıq hüceyrələri də deməli diploiddir. Bu da olacaq mitoz sayəsində əmələ gəlmiş olur. Qıcının protal hüceyrələri, bəli, qıcının protal hüceyrələridir ki, bunlar da mitoz bölümü ilə əmələ gəlmiş olur ki, 1, 3, 6, 7 cavabımız olar D variantı. Növbəti suala baxırıq. D heterozigot ətirli noxud bitkilərinin çarpazlaşdırması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsildə çiçəklərin rənginə görə neçə fenotip, neçə genotip alınır? Qeyri-allergenlərin qarşılıqlı təsiri mövcuddur. Biz nə demişdik? Komplementarlıqdan söhbət getmiş olur. Qeyri-allergenlərin qarşılıqlı təsiri varsa, deməli, burada 2 cür nə alınmış olar? Fenotip alınmış olar. 2 cür varsa, mənim onda bunlar getdi. 2 cür fenotip deyirsə, bir orada alınırdı nə? Ağ, bir də qırmızı. 2 fenotipim var. İndi bizə nə deyir? D heterozigot dediği üçün böyük A, kiçik A, böyük B, kiçik B. Bunlar bizə hansı qametləri vermiş olur? Deməli A, B, sonra böyük A, kiçik B, kiçik A, böyük B, bir də verdi kiçik A, kiçik B. Digər də bizə nə vermiş olacaq? Digər də bizə vermiş olacaq A, B, sonra kiçik A, böyük B. Qoy birinci böyük A'ları yazaq. Böyük A, kiçik B, sonra əmələ gələcək kiçik A, böyük B, bir də əmələ gələcək kiçik A, kiçik B. AB tipli qametlər məhv olarsa, hər ikisi məhv elədi. Deməli, birləşdiririk, görə nə alınır? Alınır. İlk öncə bunları. Deməli, alınır böyük A, kiçik B, kiçik B. Daha sonra əmələ gəlir. Böyük A, kiçik A, böyük B, kiçik B. Sonra əmələ gəlir nə? Böyük A, kiçik A, kiçik B, kiçik B. Deməli, böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra keçirik bu hissəyə buna. Alınır böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, kiçik A, böyük B, kiçik B. Sonra əmələ gəlir nə? Deməli, böyük A, deməli, kiçik A, kiçik A, böyük B, böyük B. Sonra kiçik A, kiçik A, böyük B, kiçik B. Digərlərinə baxırıq. Ən sonuncuya baxırıq. Böyük A, kiçik A, kiçik B, kiçik B. Sonra kiçik A, kiçik A, böyük B, kiçik B. Bir də əmələ gələcək kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxırıq. Bunlar ikisi nə getdi? İkisi bir genotip, genotipi artıq baxırıq. İkisi bir genotip. Sonra bunlar eyni olduğu üçün iki genotip. Sonra digərlərinə baxırıq. Görək hansı oxşar var. Bir də bunlardır ki, ikisi oldu 3 dənə genotip. Bunlar fərqlidir 4. Bu fərqlidir 5. Bu da fərqlidir 6. Deməli 2 fenotip, 6 dənə nəyim var? Genotipim var. Onda cavabım olacaq A variantı. Hansı cinsiyyət xromosomlarına malik qametlərin birləşməsi zamanı Klinefelter sindromlu insan yarana bilər? Deməli, Klinefelter sindromlu insan X, bir də
y götürmüş oluruq. Müəllimlər. X, X, Y-dir. Görək hansının birləşməsi sayəsində əmələ gəlmiş olur. Deməli, bu getdi, bu getdi. Deməli, cavabımız olacaq C variantı. Sonra böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Çarpazlaşdırdı. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Çarpazlaşması zaman neçə fenotip, neçə genotip qrup alınır? Mən demişdim ki, müəllimlər, hər iki tərəf eyni olduğu halda mən buna hər birinə nə cür yanaşıram? Monohibrid kimi yanaşıram. Yəni birini götürməklə artıq tapa bilərəm. Onda nə edirəm? Böyük A, kiçik A, çarpazlaşdırılır. Böyük A, kiçik A, alındı böyük A, 2 dənə böyük A, kiçik A, bir də alındı kiçik A, kiçik A. Deməli, oldu. Baxırıq ki, ilişiklikdə pozulmamışdır deyir. Ona görə də nə edirik müəllimlər? Neçə dənə fenotip, neçə dənə genotip alınır? Gəlin baxaq da. Onda burada fenotiplər baxın. 1, bir də 2. 2 fenotip. Genotiplər isə 1, 2, bu da 3. 2 fenotip, 3 dənə nə olur? Genotip olmuş olar. Onun cavabımız olacaq nə? B variantı. Sonra hansı sümüyün və ya sümüklərin sınması zamanı şina qoyulmaz? Biz bilirik ki, ətrafların ümumi sınması zamanı şina qoymaq olar. Ona görə də ətraflar hansılarda çıxdaş eləyəcək? Said getdi, əl pəncəsi, but, bazu getdi. Onda yerdə qaldı nə? Döş sümüyü. Növbəti suala baxırıq. Nisbi molekul kütləsi deməli nə olan? 450 min olan. Deməli 450 mindirsə mən ümumi bunu bölərəm nəyə? Bir nukleidin kütləsinə. Onda 450 mini bölürük nəyə? 300'ə. Düşdü nə qədər? Bölək bir dənə. Düşdü 1500. Bu ixtisar getdi bunlar. 450'də 4500'də 3'ə böləndə 1500. İndi bizə nə deyir? Hidrogen rabitələrin sayı ümumi nə verir? 1700. H bərabərdir 1700. Adenin nukleidlərin sayını soruşur. A bərabərdir sual. Mən nə düstur vermişdim müəllimlər sizə? Deməli, deyirdik ki, hidrogen rabitəsinin sayı bərabərdir 1,5 nukleotid çıxılsın nə? Adenin. Düzdürmü? Bizdə də burada nəyin soruşur? Adenin ilə sayını soruşduğu üçün onda nə edərik? Deməli, adenin bərabərdir 1,5 nukleotid. Deməli 1,5 nukleotid çıxılsın nə? Deməli hidrogen rabitəsi. Buradan da yerinə gətirib qoyanda 1,5'i vururuq nəyə? 1500'ə. Çıxırıq 1700'ə. 1,5'i deməli 1500'ə vurduqda neçə eləyər? 2250. 2250 çıxılsın 1700. O da eləcə neçə? 550 etmiş olar. Cavabımız olacaq nə? Deməli Y variantı. Növbəti suala baxaq. Seleksiyaçının aldığı diploid xromosom yığımına malik sortda toxumun endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zaman anafaza mərhələsi sonunda xromosomların sayı 48 olmuşdur. Baxaq müəllimlər. Deməli diploid xromosom yığımı deyirsə 2 indi deməli bu əvvəl diploid xromosom yığımına malik sortda toxumun endosperm, endosperm deyir bizə. Ona görə də endosperm dediyi üçün 3'in endosperm hüceyrəsinin mitoz yolla bölünməsi zaman anafaza mərhələsinin sonunda. Anafaza deyirsə onu da vururam 2'yə. Elədi 6N. Deməli bunun 6N nəyə bərabərdir? 48'ə bərabərdir. N'im də nəyə bərabər olacaq? 8'ə bərabər olacaq. Düzdürmü? Bitkinin kök hüceyrəsi deyir. Kök hüceyrəsi dediyi üçün də 2N
deyir bizə. Enim 8 isə onda mənim diploidimdə neçə olacaq? 2 enim də bərabər olacaq. 16-ya cavabımız olacaq. O deməli nə? A variantı. Virusların törətmədiyi xəstəlikləri seçin. Törətmədiyidir. Diqqətli olun müəllimlər. Deməli, törətmədiyi dediyi üçün taun. Xeyr. Bu artıq nəyə aiddir? Bu taunu. Deməli, virusların törətdiyi xəstəlik deyil. Qızılca, bəli. Təbii çiçək, bəli. Vəba, xeyr. Difteriya. Nə götürürük? Difteriya, xeyr. Ekzema. Ekzema, bəli. Quduzluq. Deməli, quduzluq. O da virusun törətdiyi xəstəlikdir. Skarlatina, bu da bakteriya, bu da xeyr. Deməli, 1, 4, 5, bu da 8. 1, 4, 5, 8. Hansı variantdır? Deməli, C variantı. Növbəti suala. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı və darı toxumları maksimum suduqdan sonra çəkiləri deməli, nə olub? 95 kiloqram olub. Eyni miqdarda dediyi üçün mən hər birini bunu nə kimi qəbul edirəm? K kimi qəbul edirəm. Hər birini qəbul edim K kimi. Düzdürmü? Deməli, ümumi nə qədər? 3K-dır bu. İndi biz də bilirik ki, noxud öz çəkisi qədər üzərinə gəldim nə? Bir dənə də K. Sonra qarğıdalı. Qarğıdalı nə qədər müəllimlər deyirik? Qarğıdalı ümumi öz yarısı qədər, yəni 0,5K. Onu da üzərinə gəlirəm. Darı toxumları 4/1 qədər. Yəni K-nı bölürəm neçəyə? K-nı bölürəm 4-ə. O da eləcək neçə? 0,25K. 0,25K bərabər olur ümumi nəyə? 95-ə. Bunu toplayanda ümumi bütün hamısını toplayanda nəyi vermiş olur bizə? Deməli 4,75K bərabərdir 95-ə. K-nı da buradan nəyə bərabər olar? 95-i bölür nəyə? Bölək. Deməli 95-i bölürük 4,75-ə. Düşdü K-m 20. Bizə də nəyi soruşur? Quru darı toxumlarının çəkisi nə qədər olmuşdur? Elə eyni miqdarda dediyi üçün K-m da nəyə bərabər olar? 20-yə bərabər olar. Elə bunun quru çəkisi 20 olmuş olur. Deməli cavabımız olacaq nə? Deməli B variantı. Növbəti suala baxaq. Mezozoy erasında baş vermiş aramorfozları seçin. Mezozoyda 2 qat mayalama, bəli. Spermlərin yaranması devondur. Sıpaq toxumu da eyni ilə orada, devonda 2 ilə 3 getdi. Deməli 2 ilə 3 getdisə bunlar getdi. Qaldı 1. Məməlilərin yaranması. Biz nəyə götürürük? Bəli. 1, 4. Sonra əsl quşların yaranması. 1, 4, 5. Bəli. Dişiciyin yaranması. Müəllimlər. Harada götürürük? Deməli dişiciyin yaranması da mezozoydadır. Haploid endosperin yaranması bu da olacaq çılpaq toxumlardır. Yəni devonda bu da getdi. Deməli 1, 4, 5, 6. Cavab olacaq B variantı. Növbəti suala baxırıq. Düzgün fikri seçin. Bizə canlılar verilib. 1, 2, 3-cü canlılar. Məsələn deyir ki, birinci canlıda süd vəzləri yoxdur. Çəngəl sümüyü var. Məsələn tutaq ki, mən buna nə kimi baxıram? Quş kimi baxaransa, dərisində deyir ki, birincidə deyir, dərisində heç bir vəzi yoxdur. Büzdün sümüyünün deyir ki, nədir? Sümüklərində, deməli, büzdün vəzisi olduğuna görə, dərisinin üzərində vəzi olduğuna görə biz deyirik ki, artıq deməli, orada nəyə rast gəlirik? Deməli, büzdün vəzisinə rast gəlirik. Deməli, büzdün vəzisi olduğuna görə dərisində bu da deyir, yoxdur, bu getdi. Suda yaşaya bilməz, 2 deyir. Məsələn, süd vəzləri məsələn, var, çəngəl sümüyü yoxdur. Mən buna nə kimi baxa bilərəm, müəllimlər? Tutaq ki, mən buna balina kimi baxaramsa, suda yaşaya bilməz, səhvdir, bilər. Onurğaya malik ola bilməz, 3. Onurğaya malik ola bilməz. Deməli, süd vəzləri yoxdur, çəngəl sümüyü də yoxdur. Məsələn, sürünənləri aid eləyə bilərik buna. Bunda, məsələn, tutaq ki, koramal deyəriksə, bu da onurğaya malik daxil olar. Bu da getdi. 1, 2, 3 eyni tipin nümayəndələr ola bilər. Məsələn, ümumi baxarıqsa,
süd bəzləri, səngəl sümüyü var, yoxdur və yaxud ümumi yoxdur. Bunlar xordallar getmiş olur. Xordallar tipi dediyi üçün onda bəli, hər üçü xordallar tipinin nümayəndəsidir. Deməli bu doğru fikirdir. Növbəti suala baxırıq. Meşələrdə yanğınların baş verməsi canlıların sayına böyük təsir edir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun hesab olunur? Meşələrə giriş qadağan olunması xeyir. Yanğın söndürmə texnikaları və briqadaların sayının artırılması xeyir. Meşə döşənəyinin meşələrdən təmizlənməsi xeyir. İnsanlar arasında təbliğat aparılması, bəli, bu məlum məsələdir ki, bizim ümumi nəyimiz var? Təfəkkür var bizdə. Təfəkkür daha yaxşı inkişaf edir. Biz ümumiyyətlə insanlar arasında təbliğat aparıb bunun qarşısını ala bilərik. Cavabımız olar D variantı. Həm prodüsent, həm də konsument ola bilər. Burada məlum məsələdir ki, bu da nədir? Həm heterotrof, həm də avtotrof qidalarından milçək tutandır ki, cavabımız olacaq C variantı. Antropogenə qədər olmamışdır. Baxaq. Antropogenə qədər olmamışdırsa, artıq antropogende olanı biz nə edəcəyik? Götürəcəyik. Antropogendən aşağıdakıları götürməyəcəyik. Deməli, həşərat tozlanma. Deməli, olmamışdır. Həşərat tozlanma, bəli. Mutasiya, bəli. Arxayda artıq deyirik ki, bu mövcud idi. Düşüncəli fəaliyyət, bəli. Çənəaltı çıxıntı, xeyr. Çənəaltı çıxıntı artıq antropogende nə deyirik? Deməli, çənəaltı çıxıntı antropogende olduğuna görə cavabımız olacaq çənəaltı çıxıntı. Deməli, olacaq nə? D variantı. Növbəti suala baxırıq. Euler-Venn diaqramda X-in yerinə yazmaq olar. Baxırıq, bu virusu, bu da nədir? Deməli, bu ikisinin bizə oxşar xüsusiyyət deyəndə, məsələn, virus verib, baxaq. Məsələn, nuklein turşusu. Hər ikisinin nuklein turşusu var. Biri götürərəm. Xlorofil. Xlorofil xeyir. Məsələn, xlorofil nədə deyir? Virusda yoxdur. Bu getdi. 2 hardası varsa çıxdaş eləyirsiniz. Zülal, bəli. 1, 3. Lizosom, xeyir, lizosom. Deməli, virusda yoxdur. Sonra vakol, virusda yoxdur. Ona görə cavabım olar nə? 1, 3. 1, 3. Cavab olacaq nə? C variantı. Aramorfozdur. Baxırıq, çiçəyin yaranması, bəli, elə çiçəyin yaranması nədir? Aramorfoz kimi götürə bilərik ki, cavabımız olacaq A variantı. Sonra, çiyələk bitkisinin toxumunun endosperm hüceyrəsində cinsi xromosomlar X, Y, Y ola bilərmi? İndi deyirik ki, burada ola bilər. Amma ola bilməzlər hansılardır? Çıxdaş eləyək bunu. Ola bilərlərə baxacaq. Yəni, baxacaq B, C, bir də Y-yə baxmış olacaq. İndi gəlin baxaq, niyə görə var? Əgər mən tutaq ki, burada nə deyirəm? Niyə görə ola bilər dedim. Tutaq ki, burada əvvəlcə çiyələk bitkisi özü, deməli, dişi heterogamet olduğuna görə əvvəlcə, baxın, XY, düzdürmü? Bu XY əvvəlcə meyoz prosesi keçirdər. Meyoz keçirdəndən sonra nə əmələ gələcək? X biraz burada yer dar keçdi, amma yazacaq. Deməli, X, Y, Y. Bunun meyoz bölünmədə nə demişdik? Ki, ümumi 3'ü məhv olur. Yerdə qaldı Y. Bu Y-də sonradan nə edir? Bölünür Y. Sonra yenə də Y-ə bölünmüş olur. Y və sonda nə deyirik müəllimlər? Deməli, bunun hər birindən, bundan da biri gəldi mərkəzə Y birləşdi. Spermisi də nə idi bunun? Spermisi də X-ı da X-a gəldi. Düzdürmü? Onda X-a gəldi, birləşdirsə X, Y, Y əmələ gəldi. İndi baxaq, niyə görə ola bilər deyir, baxaq. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən tozcuq dənəsi dediyi üçün bu getdi. Ola bilər, əgər mayalanmada bilavasitə iştirak edən rüşeym hissəsi dediyi üçün artıq nədir? Deməli, rüşeym hissəsi xromosomlu makrospordan
əmələ gəlirsə, rüşeym hissəsindən xeyr. Ola bilər, əgər maylamada bilavasitə iştirak edən rüşeym hissəsi Y xromosomlu makrospordan, bəli, Y xromosomlu buradan da qeyd elədim. Buradan da görürsünüz, Y xromosomlu makrospordan əmələ gəldiyi üçün onda cavabımız olacaq Y variantı. İnsanın tənəffüs sistemində oksigenin hemoqlobinlə birləşməsi baş verir. Məlum məsələdir ki, bu alveollarda. Yəni alveolları əhatə edən harda? Kaplyarlarda. Cavabımız olacaq A variantı. Məməlilərin ifrazat sisteminə aid şəkildə hansı rəqəmlər qeyd olunmuş orqanlar quşların ifrazat sistemində olmur? Olmur deyirsə, bunlarda nə olmaz müəllimlər? Deməli, biz bilirik ki, quşlarda sidik kisəsi və sidik kanalı olmaz. Sidik kisəsi, yəni onlarda böyrək də var, sidik axarı da var. 1 ilə 2 harda varsa çıxdaş elək. Deməli, buradan B getdi. Bunların hamısı 1-2 harda var getdi. Deməli, cavabımız olacaq 3-4. Çünki niyə görə 3-4? Burada sidik hissəsi də yoxdur, sidik kanalı da yoxdur. Kişinin cinsiyyət sisteminə aid verilən orqanların hansında və ya hansılarında əmələ gələn hüceyrədə baş verən mutasiyanın sonraki nəslə ötürmə ehtimalı vardır. Məlum məsələdir ki, deməli, söhbət spermatozoidin və ya spermanın cins hüceyrələrin əmələ gəlməsini deyir. Cins hüceyrələr də əmələ gəlir harda? Toxumluqda əmələ gəlir. Deməli, X harda var? Yalnız X olacaq A variantında. Sonra, İngiltərədə ananın biri qara, digəri isə ağ dərli olan əkiz qızları dünyaya gəlmişdir. Bu əkizlər haqqında düzgün fikri müəyyən edin. Deməli, bunlar müxtəlif yumurta əkizləridir. Müxtəlif yumurta əkizləri. Müxtəlif yumurta əkizləridirsə, biz baxaq ki, görək, buradan nəyi seçəcəyik. Bu əkizlərin əmələ gəlməsi üçün mayalamada bir ədəd qamçısı qamet iştirak edib, xeyr. Müxtəlif yumurta əkizi olduğu üçün 2 dənə olacaq. Ana bətnində onlar eyni göbək ciyəsi ilə qidalanıblar. Müxtəlif yumurta əkizi olduğu üçün artıq göbək ciyələri fərqlidir. Bu da getdi, bizə lazım deyil. Onlar somatik hüceyrəsində, onların somatik hüceyrəsi xromosom müxtəlifliyi eyni deyil. Deməli, hər ikisi baxırıq ki, ananın bir qara, digər isə ağ dərli olan əkiz qızlar. Qızlar olduğu üçün xromosom müxtəlifliyi nəyə bərabərdir? 23-ə bərabərdir. Yəni, eyni deyil. Bizə deyir, eyni deyil. Amma burada da hər ikisində 23-ə bərabərdir. Çünki ikisi də qızdır. Onlar ana bətnində eyni ciftlə qidalanıb, eyni ciftlə yox. Deməli, müxtəlif yumurta əkizi olduğu üçün ayrı-ayrı ciftləri var. Ona görə bu da getdi. Bu əkizlər morfoloji kriterlərə görə eynidir. Bəli, mən ümumiyyətlə kriterləri keçəndə dedim ki, bu ümumiyyətlə nəyinə görə? Morfoloji kriterlərinə görə eyni olmuş olar. Yəni, bununla bağlı mənim sualım da var, müəllimlər. Yəni, mən bununla bağlı Telegram kanalımda da sual paylaşmışdım. Deməli, cavabımız olacaq Y variantı. Növbəti suala baxırıq. Aşağıdakı ifadələri avtotrof və heterotrof nəzəriyyələrə görə uyğunlaşdıraq. Baxaq, nə deyir? İlkin canlılar hazır üzüm maddələri istehlak edir. İstehlak. Deməli, ilkin canlılar hazır üzüm maddələri istehlak edirsə, mən bunu aid edirəm hara? Heterotrofa. İlk orqanizmlər qeyri-üzüm maddələrdən öz qidalarını sintez edirdi. Onda bu hara? Avtotrofa. Sonra bu nəzəriyyələrə görə ilk canlılar heterotrof idi. Bu olacaq heterotrofa aiddir. İlk canlılarda qidalanma, fotosintez və xemosintez proseslərlə baş verirdi. Onda bu da olacaq avtotrofa. Cavab olacaq 1-ə B-dir, 2-ə C. Y variantı. Sxemdə biosferdə maddələrin dövranı təsvir olunub. Əgər saprovitlərin fəaliyyəti tam dayanarsa, ilk olaraq hansı proses baş verər? Deməli, saprofitin fəaliyyəti dayanırsa, burada məlum məsələdir ki, burada verib ki, mikroorqanizmlər, saprovitlər alındı karbon qazı, su. İlkin öncə ən birinci ziyan dəyəcək nəyə? Avtotrof orqanizmlərə. Avtotrof orqanizmlərə ziyan dəyirsə, baxaq görək ki, nə deyir bizə variantları? Ot yeyən heyvanların sayı artar, çünki qida bolluğu yaranar. Xeyr, bu sonradan baş vermiş, bizə ilki deyir. Bitkilər üçün lazımı minerallar torpaqdan azalar, fotosintez zəiflər, çünki bəli, olacaq burada B variantımız. Çünki burada nəyə görə dedik biz? Avtotrof bitkilər nə etmiş olur? Ziyan çəkdiyi üçün ona görə biz B variantını götürmüş olarıq. Növbəti suala baxaq.
Qrafikdə verilənlərə əsasən düzgün fikirləri seçin. Deməli, qrafik verilib, bizə verilib, fikirlər verilib. Burada ümumi qrafikə əsasən, yəni hər şey burada aydın məsələdir. Baxaq görə birinizdə nə deyir? Yayda günün bütün saatlarında fəal olurlar. Xeyr, ümumiyyətlə yayda bütün günün bütün saatlarında fəal olmazlar. Bu yanlışdır. Sutqalıq fəallığı aylar üzrə dəyişir. Bəli, məlum məsələdir ki, sutqalıq fəallıq aylar üzrə dəyişmiş olur. 2. Doğrudur. Payızın əvvəlində və payızın sonu ilə müqayisədə daha fəal olurlar. Bəli. Bu da doğru fikirdir. Qrafikə əsasən və istiqanlı canlı olduqlarına görə gün ərzində fəallıq dəyişmir. Xeyr, dəyişə bilər. Bu da onda yanlış fikirdir. Deməli, doğru fikrimiz olacaq 2 və 3 A variantı. Növbəti suala baxırıq. Sxemə əsasən düzgün fikri müəyyən edin. Düzgün fikir dediyi bizə produsent, konsument və redusent verib. Baxaq. Atomların biogen miqrasiyasında iştirak edə bilməz. Biri deyir. Yəni produsenti deyir. Atomların biogen miqrasiyasında, yəni birincidə ümumiyyətlə 4 aləmin 4'ü də iştirak eləmiş olur. Atomların biogen. Ona görə də bir nədir? Yanlışdır. Saprovod yol 2. Saprovod yolla qidalanan canlı ola bilməz. Məsələn, niyə görə olmasın ki, konsument əgər mən bakteriya kimi baxaramsa, bəli, ola bilər. Virus ola bilər. Üçüncü, xeyr, virus ola bilməz. Bu getdi. 2 və 3 eyni aləmin nümayəndələri ola bilər. Bəli, burada da məsələn hər birinə bakteriya, burada da bakteriya kimi baxaramsa eyni aləmin nümayəndəsi ola bilər. Onun cavabımız olacaq D variantı. Sonra maddələr mübadiləsinin əsas mərhələləri hansılardır? Baxaq. Deməli, maddələr mübadiləsinin deyirik ki, 3 dənə əsas mərhələsi var. Hansılar idi? Xarici mühitdən maddələr qəbul olunur, istifadə olunur və digər maddələrə çevrilib, artıq məhsullar nə edir? Xaric edilir. Cavab olacaq C variantı. 50-ci sonuncu suala baxırıq. Qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət üzvlərinin sayı eyni olmuş və sonda alınan yönəlici cimciklərin sayı 60 olmuşsa, sonda cəmi neçə qamet alınmışdır? Baxaq. Məlum məsələdir ki, qadın və kişinin bizə yönəlici cimcik dediyi üçün qadının, deməli, qadın üzərindən baxanda ümumi 3 dənə yönəlici cimcik əmələ gəlir qadında. Deməli, 60'ı bölərəm 3'ə, düşdü 20 dənə nə? Deməli, başlanğıc hüceyrə və yaxud da başlanğıc hüceyrənin sayı nəyə bərabərdir? Qametin sayına bərabər olmuş olur. Deməli, 20 eyni olduğu üçün bizə də deyir, qadın və kişinin yetişmə zonası eyni. Onda 20 dənə də kişidə götürək. Bir hüceyrə daxil olduqda kişidə, sonda 4 dənə qamət əmələ gəlirdi. Onda 20 hüceyrə daxil olanda 20'ni vuraram neçəyə? 4'ə, 80 dənə qamət burada. Düzdürmü? 20 hüceyrə daxil olanda 20 dənə də qamət burada. İkisinin birlikdə cəmlisi 80 plus 20, o da eləcək 100 qamət. Bu da oldu ümumi bizim nəyimizin sertifikasiya sınağının izahı. Sağ olun müəllimlər, təşəkkürlər.